Yaxşı. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in. Əmmə ba'd. Və Şərh-ü Sünnə Bərbahari kitabının şərhinə davam edirik. Və burada müəllif İmam Bərbahari rahimehullah buyurur kəlam elmi, dini mübahisələr, höccətləşmə, münaqişələr sonradan ortaya çıxmış bidətlərdir, yeniliklərdir. Yəni, kəlam və cədəl əhlinin dedikləri haqqa, sünnəyə müvafiq olsa belə, yəni bu kəlam elmi onun qəlbində şübhə salar. Yəni, kəlam elmi nədir? Yəni, İslami fəlsəfə deyirlər, fəlsəfəçilik. Yəni, Yunan fəlsəfəsindən ərəb dilinə tərcümə olundu, ərəb dilinə tərcümə edildikdən sonra İslam cəmiyyətinə idxal edildi və bu cür, yəni bu fikirlərə əsasən Cəhmiyyə və Mötəzilə ilk olaraq yiyələndi və sonra isə onlara cavab vermək üçün digər firqələr, Kulləbilər, Aşarilər, Maturidilər və digərləri bu elmə üz vurdular. Yəni bunlar da beləliklə Cəhmiyyə və Mötəzilə firqəsinin düşdüyü kəlam tələsinə düşdülər və özlərindən öncəkilərin düşər olduğu bu müsibətə, kəlam müsibətinə düçar olmuşlar. Və ona görə kəlam elmi ilk olaraq gəldiyində İslam alimləri çəkindirmişlər bu elmdən, bu kəlamdan, bu fəlsəfəçilikdən. Ona görə baxsan, İmam Əbu Hənifə rahimehullah deyir ki, Allah Əmr ibn Ubeydə lənət etsin, deyir, lənət oxuyur. Çünki o, insanlar üçün heç bir fayda olmayan kəlam elminə yol açdı. Və həmçinin İmam Malik rahimehullah deyir ki, kim dini kəlam elmi ilə öyrənərsə zındıqlaşar. İmam Şafi deyir ki, kiminsə kəlam elmindən nəyisə öyrənib nicat tapdığını görmədim. Və həmçinin İmam Əhməddən də rahimehullah rəvayət edilib ki, deyir ki, kim kəlam elmi ilə məşğul olarsa nicat tapmaz. Kim kəlam elmini öyrənərsə əvvəl-axır cəhmi olar. Və görürsünüz ki, alimlər, əhl-i sünnə imamları kəlam elmindən, fəlsəfədən çəkindiriblər. Və burada da həmçinin Bərbahari deyir, kəlam, xusumət, kəlam, bu cür şeylər deyir, bidətdir. Çünki insan ittiba etməlidir sünnəyə, Qurana və sünnəyə yönəlməlidir. Və əgər insan Qurana və sünnəyə, Peyğəmbərdən gələnə, sallallahu aleyhi və səlləm, yönəlirsə, onda şəkk olmaz. Şək olmaz. Şübhə olmaz. Kim şək şübhəyə düşərsə, digər yollar axtararsa, nədir? Artıq zəlalətə düşər. Müsəlmanın işi nədir? Boyun əymək, tabi olmaq, təslim olmaq. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًا فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ Sizlərə məndən hidayət gəldiyi zaman kim hidayətə tabe olarsa, mənim hidayətimə tabe olarsa, ona qorxu yoxdur, onlara qorxu yoxdur və onlar hüzünlənməzlər, kədərlənməzlər. فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَى Kim hidayətə, mənim hidayətimə ittiba eləyərsə, tabe olarsa, nə azmaz, nə bədbəxt olmaz. Ona görə məsələ burada ittiba məsələsidir. Yəni, Qurana və sünnəyə yönəlmək, tabi olmaq məsələsidir. Təslimiyyət məsələsidir. Quran-ı Kərimdə gələnlərə və sünnədə, səhih sünnədə gələnlərə təslim olmaq. Odur ki, bu şeylərə artıq kəlama, fəlsəfəyə ehtiyac yoxdur. Və aləm rahiməkəllah, müəllif buyurur ki, Şeyx İmam Əl-Bərbahari, Ənəl kələm fir-Rabbi Teala muhdəth. Rəbb barəsində, yəni Allah Subhanahu wa Taala haqqında kəlam elmi, bidətdir deyir. Və huvə bid'atun və dalalə, o bidətdir, zəlalətdir. Və la yutəkəlləmu fir-Rabbi illə bimə vasafə bihi nəfsəh fil-Qur'an. Ona görə Allah haqqında, Qur'anda Allah Taala özünü necə vəsf eləyibsə, yalnız onları deyə bilərik.
Və mə bəyyənə Rasulullah sallallahu aleyhi və səlləm li əshabihi. Və Rasul sallallahu aleyhi və səlləm öz səhabələrinə nəyi ki bəlli eləyibsə, bəyan eləyibsə Allah subhanahu wa ta'ala haqqında onları götürürük. Odur yəni haqq. Və huvə cəllə sənəuhu vahid. O Allah subhanahu wa ta'ala təkdir. Necə ki Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Leysə kəmislihi şey və huvəs-səmi'ul basir." Onun bənzəri yoxdur. O eşidəndir, görəndir. Yəni Rəbbimiz başlanğıcı olmayan, yəni əvvəl olan, yəni özündən əvvəl heç bir şey olmayan, sonu olmadan axırdır. Və axiruhu bilə muntəhə. Ya'lemus sirra və əxfə. Sirləri və ən gizlin şeyləri belə bilir. Və huvə alə arşihi istəvə. Və o ərşi üzərində istiva etmişdir. Ərşə istiva etmişdir, deyir İmam Əl-Bərbahər. Və ilmuhu bi kulli məkan. Onun elmi hər bir məkandadır, hər bir yerdədir. Və la yaxlu min ilmihi məkan. Onun elmindən heç bir məkan xali deyil. Və keçirik şərhə. Şeyx Fozan Hafizahullah İmam Əl-Bərbahərin bu sözlərini şərh edir. Və ilk olaraq, yəni Rəbb haqqında kəlam elmi, kəlam deyir, yenilikdir, bidətdir, zəlalətdir deyir. Əl-kələm fi zətir Rəbb. Yəni Allah subhanahu wa ta'ala zatı haqqında, isimləri və sifətləri haqqında elmsiz danışmaq, kəlam elmi ilə danışmaq bidətdir deyir, zəlalətdir deyir. Onu deyir, zəlalət əhli bidət olaraq ortaya çıxartmışdılar. Quran və sünnəyə təslim olmayıblar. Onlarda deyir, Allah qorxusu yoxdur. Fəhum yətəkəlləmunə fi zətir Rəbb və yətəkəlləmunə fi əsmaihi və sifətihi və yəcəhədunə və yənfun. Onlar Allah haqqında danışırlar, Allahın zatı haqqında, isimləri və sifətləri haqqında və Allahın isbat etdiyini inkar eləyirlər. Allah Teala özü öz nəfsi haqqında, özü haqqında isbat etdiyi şeyləri bu kəlam əhli nədir? İnkar edir Allahdan. Və nə ilə gəlirlər? Öz fikirlərini irəli sürürlər. Yəni Allahın ad və sifətləri haqqında öz fikirlərini gətirirlər. Və deyirlər, bu bizim dediyimiz, bax bu düzdür. Təfsirlər haqqında öz istədikləri təfsirləri verirlər. Özlərindən gətirilən təfsirləri verirlər. Və deyirlər ki, ennəhum və ya onlardan bəziləri deyirlər ki, başa düşmürük, anlamırıq, nufəvviduha ilallah, Allaha buraxırıq mənasını. Yəni bu Allahın ad və sifətlərini biz anlamırıq. Mufəvvida deyirlər, təfvid əhli. Bir var təvil əhli, kəlam əhli və həmçinin təfvid əhli var. Deyir, biz qəbul edirik, bəli, amma mənasını bilmirik. Burada nədir? Məna bilmirik, mənasını Allah bilir. Ər-Rəhmanu aləl arş istəva, Rəhman ərşə istiva elədi. Bilmirik ümumən istiva nə olan şeydir, nədir? Buraxırıq Allaha. Yəni biz əhl-i sünnə olaraq keyfiyyəti təfvid edirik. Keyfiyyəti məchuldur, bilmirik. İstiva necədir, biz onu bilmirik. Necə ki, İmam Məlik gəlib biri ona sual verəndə deyir ki, istiva haqqında nədir? Əl-istiva'u ma'lum. İstiva ma'lumdur. Yəni, Allah subhanahu ta'alanın ərşə istiva eləməsi ma'lumdur. Quran-ı Kərimdə bu haqda ayələr var. Keyfiyyəti məchuldur. Necədir, nətərdir, bu məchuldur. Allaha yaraşan tərzdədir, biz bilmirik. Və bu haqda sual vermək bidətdir, deyir. Səni də bidətçi görürəm, deyir. Və əmr edir, adamı çıxardırlar. Yəni, sanki bunlar, bu mufəvvidə elə bil ki, Quran və sünnə, Peyğəmbər sallallahu aleyhi ve sellem ərəbcə danışmayıb. Yəni, açıq-acın ərəb dilində Allah subhanahu wa ta'ala bu Quranı nazil edib, bu sünnəni, bunlar sanki deyib, bu əcəmi, başqa bir dildə gəlib, deyirlər, biz başa düşmürük, anlamırıq. Fəl-vacib aləl-muslimin ən yəstəmirru mə'ət-tariqis sahih. Müsəlmana vacib olan doğru yolla getməkdir. Əhl-i sünnənin, sələflərin yolu ilə, salih sələflərin yolu ilə və o azmış firqələrə yönəlməməlidirlər. Və la yutəkəlləmu fir-Rabbi illə bimə vasafa bihi nəfsəhu fil-Qur'an. İmam Əl-Bərbahərin bu sözünü şeyx şərh edir, deyir ki, Allah haqqında yalnız Qur'anda gələni danışa bilərik. Qur'anda və səhih sünnədə. Yəni, özümüzdən heç kəs özündən Allah haqqında elmsiz danışa bilməz. Qur'ana və sünnəyə buraxsan, mənası necə gəlibsə, o cür buraxsan Quran-ı Kərimdə,
Quran-ı Kərim və sünnədən o cür qəbul edirsən. Və həmçinin lüğətdən götürsən, yəni Quran-ı Kərim ərəb dilində gəlib, ərəb dilində bu Quran-ı Kərim nazil olunubsa, necə anlaşılırsa, o cür qəbul etməlisən. Fəl-ilm, elm məsələsi, Allahın elmi. Elmi elm kimi götürürük. Mərufdur deyir, lüğətdə də mərufdur, yəni ərəb dilində də mərufdur. Bu aydındır. Vəc məruf, vəl-ayn, vəl-yədən, vəl-istivab, əl-istiva, bu şeylər məlumdur, mənası bəllidir. Keyfiyyəti məchuldur, keyfiyyətini biz demirik, keyfiyyət vermirik. Uluv, Allah subhanahu wa ta'ala ucalması. Ucalmaq kəlməsi aydındır. Ucalmaq nə deməkdir? Yəni durub burada demək ki, biz bilmirik ümumən ucalma nə deməkdir, uluv nə deməkdir? Bu mufavvidanın sözüdür. Ucalma aydındır. Ucalma. Lakin necə, nətər, keyfiyyət vermirik. Və bunlar məruf şeylərdir, bilinən bir şeylərdir. Ərəb dilində, Quran-ı Kərim də ərəb dilində nazil olub. Əhlud dalal, yəni zəlalət əhli isə deyirlər ki, leysə həzəl kəlam alə zahirihi. Bu zahiri mənada deyil deyirlər. Və iki qismə bölünürlər. Bir qism deyirlər ki, nətəvaqqaf, dururuq, dayanırıq. Zahiri və qeyri-murad. Yəni o zahiri məqsəd o deyil, zahiri deyil. Və onun məqsədini biz anlamırıq. Məqsəd nədirsə, məsəl üçün istibada, ucalıqda, Allah isim və sifətlərində. Məqsəd nədir biz bilmirik, anlamırıq, buraxırıq Allaha. Bir qism belə deyir. İkinci qism muavvələ, yəni təvil eləyənlər. Təvil eləyənlər bir daha çoxdur. Hansılar ki, nə deyirlər? Onun səhih olan mənasından çıxarıb digər bir mənaya, o ad və sifətləri başqa mənaya yozurlar. Və özləri də azırlar, həmçinin də azdırırlar. Və insanları bu şeylərlə məşğul edirlər. Vacib olan, insana vacib olan, müsəlmana vacib olan nədir? Qur'ana təslim olmaq. Qur'anda və sünnədə gələn Allahın subhanahu wa ta'alanın ad və sifətlərini, yəni Qur'an və sünnəyə buraxmaq, təslim olmaq. Orada gəldiyi kimi götürmək. Murad, yəni alə muradilləhi və rasulihi. Allahın və Rəsulunun muradı ilə, yəni Allah və Rəsulu necə, nə məqsədlə deyibsə, o cür qəbul edirik. Lənnə Allahə a'ləmu bi nəfsi. Çünki Allah subhanahu wa ta'ala özünü daha yaxşı bilir. Bizdən daha yaxşı bilir. Və hətta və a'ləmu bi qeyrihi və digərlərini də. Hətta səni səndən yaxşı bilir Allah subhanahu wa ta'ala. Və Allahı gözəl tanıyan onun Rəsuludur. Amma bizə gəlincə deyir, biz elmimiz naqistir deyir. Biz hətta özümüzdə olan çox şeyləri bilmirik. Öz nəfsimizdə, öz canımızda olan şeyləri deyir, çoxsunu bilmirik. Elə şeylər var ki, biz onları bilmirik. Misal üçün ruh. Ruh haqqında nəsə bilirsənmi? Ağıl məsələsində, ağıl nədir konkret olaraq? İzə kuntə la ta'rif şey'ən min cismik, sən öz cismində olan çox şeyləri belə bilmirsənsə, necə Allah haqqında danışa bilərsən? İstədiyin fikri irəli sürə bilərsən. Özündən, öz ağlından, öz fəlsəfindən. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Ya'lemu ma beyne eydihim ve ma khalfahum ve la yuhitun bihi ilma." Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə onu əhatə etməz. Əhatə edə bilməz Allahı yəni. Subhanahu ve Teala. Ona görə Allahın məxluqa, Allah subhanahu wa ta'ala məxluqa bənzədilməz. Allahı tanıyan, ən yaxşı tanıyan Rəsulu idi sallallahu aleyhi və səlləm və səhabələrə Allah Rəsulu sallallahu aleyhi və səlləm bildirəndə, Allahı tanıdanda heç biri bu cür suallar vermədilər və öz fikirlərini irəli sürmədilər. Ona görə müəllif Şeyx İmam Əl-Bərbəhari deyir ki, "Və mə bəyyənə Rasulullahi li ashabihi." Və Rəsulun səhabələrinə bəlli etdiyidir. Ona görə isim və sifətlərin məsələsi kitab və sünnədir. Təfsiri kitab və sünnədir yəni. Və deyir, məntiqə yol verilmir. Və la nəzhəbu li məntiq Əflatun və Aristotun, yəni Aristotelin, Əflatunun və s. Bu kimi insanların məntiqlərinə üz vurulmur deyir. Filan kəs və yaxud filan kəs. Nə ilə götürür ad və sifətləri? Quran, sünnə. Və ona görə deyir, bu məntiq əhli, yəni
kəlam əhli özləri belə müəyyən bir vaxta gəlincə peşman olublar çoxsu və bir nəticəyə gəlib çıxmayıblar. Cavab tapa bilməyiblər çox şeylərdə. Ona görə fikir versən, onlardan deyənlər var ki, deyir ki, لَقَدْ تَعَمَّلْتُ الطُّرُقَ الْكَلَمِيَّةِ وَالْمَنَاهِجِ الْفَلْسَفِيَّةِ فَمَا رَأَيْتُهَا تَشْفَ الْعَلِيلَ وَلَا تَرْوِي غَلِيلَ. Mən deyir, yəni bu kəlam elmi ilə, fəlsəfə yolu ilə getdim. Bunlar haqqında düşündüm, bunların üzərində olundum və gördüm ki, bu nə xəstəyə şifa verər, nə də susuzluğu yatırar. Yəni bir nəticə yoxdur. Sonra nə deyir? وَرَأَيْتُ أَقْرَبَ الطُّرُقِ طَرِيقَةَ الْقُرْآنِ. Ən yaxın yolu Qur'anın yolunu gördüm, deyir. أَقْرَبُ فِي الْإِسْبَاتِ deyir. İsbat məsələsi nəyə ki, isbat eləmək lazımdır, mən bunu oxuyuram, deyir. İleyhi yes'adul kelimut tayyib. Gözəl söz ona tərəf yüksəlir. Allaha tərəf yüksəlir. Yəni Allahın ucalığına dəlildir bu. Er-Rahmanu alel arş isteva. Er-Rahmanu alel arş isteva. Rəhman olan ərşə ucaldı, ərşə istiva etdi. Bunu mən isbat edirəm, deyir. Sonuçta gəldiyi nəticə. Və nəfi, inkarda nəyə ki, inkar etmək lazımdır, mən bunu oxuyuram, deyir. Bu ayələri oxuyuram. Leysə kəmislihi şey. Onun mislində, onun tayı bərabəri yoxdur. Heç bir şey yoxdur. Və huvəs-səmi'ul basir. Və o eşidəndir, görəndir. Fikir verin, bu ayənin özü inkar və isbatdır. Allah Teala Subhanahu wa Taala özünə bənzərliyi, onun kimi bir yəni məxluqa özünün bənzərliyini, nəyəsə bənzərliyi inkar etdi. Leysə kəmislihi şey. Və sonra isbat eləyir. Sən həm inkar etməlisən Allahın məxluqata bənzərliyini və həmçinin isbat etməlisən Allah ad və sifətlərini. Necə ki, Allah Teala deyir, və huvəs-səmi'ul basir. Burası da isbatdır. O eşidəndir, görəndir. Və bu deyilən bu söz Fəxr Razinin sözüdür. Sonra İmam Əl-Bərbahari buyurur ki, bu ayəni gətirir. Leysə kəmislihi şey və huvəs-səmi'ul basir. Huve subhanahu vahidun la yusharikuhu ahadun fi zatihi. Allah subhanahu wa taala təkdir. Onun zatında heç bir şərik ola bilməz və ya onun isimlərində, sifətlərində, ad və sifətlərində, yaratdıqlarında, onun feillərində, ibadətdə onun heç bir şəriki yoxdur, deyir. Leysə lehu şərik. Fəlimāzə tətə'ab nəfsik. Ona görə nəyə görə sən öz nəfsini yorursan, özünü yorursan? Sən məxluqsan, o xaliqdir, deyir. Məxluq xaliqi necə əhatə eləyə bilər? Yəni, məxluqun elmi xaliqi necə əhatə eləyə bilər? Mümkün olan bir şey deyil. Yəni, sənin yolun burada nədir? Təslim olmaqdır. Qur'an-ı Kərimdə və sünnədə gələn Allah Taala'nın ad və sifətləri, Rəbbimiz haqqında olan ad və sifətləri nədir? Qəbul edirik Qur'an-ı Kərimdə gəldiyi kimi və sünnədə Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bəlli etdiyi kimi fəlsəfiyə üz vurmadan, kəlam elminə üz vurmadan. وَلَهَذَا الصَّحَابَةُ لَمْ يَتَكَلَّفُوا هَذَا التَّكْلِفِ. Yəni, səhabələr bu təklifi, bu şeyə üzərində götürmədilər. Allah subhanahu wa ta'ala buyurur ki, Ər-Rahmanu alə arş istəvə, Rəhman ərşə istiva elədi. Səhabədə bu problem yaratmadı. Və yaxud digər Allahın ad və sifətləri. Sahabələrdə bu problem yaratmadı. Amma kəlam əhlinə girənlər nədir? Artıq başladılar bu şeylərdə mənasından çıxartmağa, digər mənalara üz vurmağa və yaxud təvfid etməyə, biz bilmirik bu nə olan şeydir və digər şeylər. Amma sahabələrdə belə şey yoxdur. Onlar nə edirdilər? İqrar edirdilər. Təslim etdilər, özlərinə təslim etdilər gələn nasa, yəni Qur'anı və sünnəyə. Və la hasala indahum məşakil əbədən. Onlarda əbədən, yəni bu şeylər problem yaratmadı. Fəl-məcal huwa məcal təslim və l'inqiyad. Yəni yol nədir? Təslimiyyət və boyun əymə yoludur. Ona görə biz bu məsələdə kəlam və məntiq əhlinin girdiyi bu şeylərə girmirik. Yəni Rəbbimiz əvvəldir, sonu olmadan axırdır. Rəbbimiz başlanğıcı olmadan əvvəldir və sonu olmadan axırdır. Allah Teala haqqında və Şeyx Fəvzan Həfizəhullah buyurur ki, Allahu Cəllə və Alə əvvəlu bilə bidəyi. Allah Subhanahu wa Taala əvvəldir, başlanğıcı yoxdur. Əvvəl olan Allah Teala'dır. Axir olan, sonu olmayan da Allah Subhanahu wa Ta'aladır. Necə ki Allah Teala Qur'an-ı Kərimdə buyurur ki,
Huvel-evvel vel-ahir vel-zahir vel-batin. O əvvəldir, axırdır, zahirdir və batindir. Və bu ayəni Allah Resulü sallallahu aleyhi və səlləm özü təfsir eləyib. Necə ki, sünnədə varid olub ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Entəl əvvəlu fəleysə qabləkə şey. Sən əvvəlsən. Sən əvvəlsən, səndən öncə heç bir şey yoxdur. Və entəl əxiru fəleysə bə'dəkə şey. Sən axırsan, səndən sonra heç bir şey yoxdur, deyir. Və entəl zahiru fəleysə fəvqəkə şey. Sən zahirsən, səndən üstün heç bir şey yoxdur. Və entəl batinu fəleysə dunəkə şey. Sən batinsən, səndən savayı heç kəs yoxdur. Yəni burada təfsirdir, Resulun təfsiri sallallahu aleyhi və səlləm və buyurur ki, zahir nə deməkdir? Bəziləri deyirlər ki, burada zahir mənasını səhv mənasından kənar digər mənalara yozaraq zahir kəlməsini izah edirlər. Zahir kəlməsinin mənası nədir? Zahir olan, yəni ucada olan. Çünki Allah Resulü nə dedi? Və entə zahiru fəleysə fəvqəkə şey. Sən zahirsən, səndən üstün heç kəs yoxdur. Ən üstün olan Allah Teala'dır. Bunlar bu üstün mənasını, zahir mənasını nə deyirlər? Kəlam əhli. Deyirlər ki, burada zahir lil-uqul, ağıllardan üstün. Ağıllar daha elm, daha ağıllı, yəni ağıllardan üstün. Və məna deyir, bu deyil. Yəni deyirlər, məna deyil. O demək deyir ki, məxluqatdan üstün olmaq. Kəlam əhli deyir, məxluqatdan üstün deyil. Yəni ağıllarda üstün olandır deyirlər. Bu da deyir, batil təfsirdir. Resulun sallallahu aleyhi və səlləmin təfsirinə müxalif bir təfsirdir. Allah Resulü sallallahu aleyhi və səlləm necə təfsir etdi bunu? Və entə zahiru fəleysə fəvqəkə şey. Səndən üstdən heç kəs yoxdur. Yəni ən uca olan Allah Teala'dır, zahir olan. Sən artıq başqa təfsirlə təfsir edə bilmərsən bunu. Və a'lemun nasi billahi huwa Rasul sallallahu aleyhi və səlləm. İnsanlar içində Allahı daha yaxşı tanıyan Resulullah sallallahu aleyhi və səlləm idi. Və o cür bu ayəni bu cür açıq şəkildə izah etdi. Əvvəl nə deməkdir? Əvvəli də Allah Resulü sallallahu aleyhi və səlləm açıq-aşkar izah edib. Yəni, leysə qabləkə şey. O, səndən öncə heç bir şey yoxdur. Əvvəl olan budur. Vəl-əxir. Huvəl-ləzi leysə bə'dəhu şey. Əxir olan ondan sonra olmayan deməkdir. Yəni, nihayə. Yəni, ondan sonra olmayan, son olan. Və-zahir əlləzi leysə fəvqəkə şey. Zahir də nədir? Ondan üstün heç bir şeyin olmadığı deməkdir. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur ki, Huvel qahiru fevqa ibadih və huvel hakimul xabir. O, qulları üzərində mütləq hakimiyyət sahibidir. Qulları üzərində mütləq hakimiyyət sahibidir. Və huvel hakimul xabir. O, həkimdir, xabirdir, hər şey biləndir. Və huvel qahiru fevqa ibadih. O, qulları üzərində hakimiyyət sahibidir. Və yursilu aleykum hafazatan. Və göydən sizə qoruyan mələklər göndərir. Sizə qoruyan mələklər göndərir. Fikir verin burada qahir kəlməsi. Fəvqa ibadihi. Yəni qulları fəvqa nə deməkdir ərəbcə? Üzərində, üstündə deməkdir. Qulları üzərində. Burada fəvqiyyə deyilir. Fəvqiyyə, yəni üzərində olmaq həm zatı ilə Allah Subhanahu wa Taala fəvqiyyə. Zatiyyədir bu. Həm qüdrət məsələsidir, yəni qüdrəti ilə həmçinin qulların üzərindədir və fəvqiyyətül qahr, hökmranlıq, yəni cəhətdən. Və entəl batinu fəleysə dunəkə şey. Yəni bunu da, yəni ənəhu ya'ləmu kulli şeyin və la yaxfə aleyhi şey. Allah Subhanahu Taala barəsində Resulullah deyir ki, sən batinsən, səndən başqa heç bir şey yoxdur. Yəni hər şeyi biləndir Allah Teala. Ondan gizlin heç bir şey qalmaz. Və baxmayaraq ki, Allah Subhanahu wa Taala'nın uca olması ilə, yəni məxluqatdan uca olmasına rəğmən Allah Subhanahu wa Taala'nın məxluqatından heç bir şey ona gizlin qala bilməz. Necə ki Allah Teala buyurur ki, İnnəllâhe lâ yəxfə aleyhi şey'un fil ardı və lə fis-səmə. Yerdə və göydə Allahdan gizli heç bir şey qalmaz. Sümmə yeci mən yəqul Vallahu cealə. Sonra biri gəlir və deyir ki,
Allah Taala nə üstədir, nə yerdədir, nə aşağıdadır, nə sağdadır, nə soldadır. Nə aləmin daxilində deyil, nə xaricində deyil. Çünki deyib, belə desək, Allah'a məkan vermiş olarıq. Nə göydədir, nə yerdədir, nə sağdadır, nə soldadır, nə aləmin daxilindədir, nə xaricindədir. Bu da deyir, yoxluğun bir, yəni yoxluq deməkdir. Yəni deməli yoxdur. Belə çıxır. Bu da kəlam əhlinin girdiyi bu problemlərdir. Və sonra Bərbahari rahimehullahın bu sözünü şeyx yəni şərh edir. Deyir: "Ya'lemus sirra və əxfa və huve ala arşihi istava." Sirri də bilir və ən gizli olan şeyləri də Allah Subhanahu va Taala bilir və o ərşinə istiva etdi. Ərşə istiva etdi. Yəni Allahın Subhanahu va Taala'nın yerdə olanı, yerin içində olanı, yerin üstündə olanı bilməsi, yəni onun göydə olmasında, məxluqatdan üstün olmasına heç bir maniyə deyil. لأن الله جل وعلا يحيط بكل شيء. Allah Subhanahu taala hər bir şeyi əhatə eləyir və la yuhitu bihi şey. Və heç nə ona əhatə etməz. Məxluqat ona nisbətdə heç bir şeydir, heç nədir. O isə əzəmətlidir, böyükdür, cəlildir. Necə ki Allah Subhanahu va Taala Quran-ı Kərimdə özü haqqında buyurur ki: "Və ma qadarullah haqqa qadrih." Onlar Allahı layiqincə dəyərləndirmədilər. "Vel ardu cemi'an qabdatuhu yawmal qiyamati ve's semawati matwiyatun bi yaminih. Subhanahu ve Teala amma yüşrikun." Halbuki yer, yəni qiyamət günü, yer bütövlüklə onun ovucunda olacaq, göylər isə onun sağ əli ilə büküləcəkdir. Zümər surəsi 67-ci ayə. Ona görə məxluqat Allaha nisbətdə heç bir şeydir. Yəni insanın gözündə nə qədər uca biri görsənsə də Allah qatında heç nədir o. Allah Taala buyurur ki: "Ya eyyuhan-nasu Ya eyyuhan-nasu duriba masalun fastami'u leh." Ey insanlar, sizə bir məsəl çəkilir, dinləyin. O məsələ dinləyin. "İnnellezine ted'un min dunillahi len yahluqu zubaban ve law ictama'u leh." Sizin Allahdan başqa dua etdikləriniz, ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər. "Və yeslubhumuz-zubabu şey'an la yestanqizuhu min." Da'ufat-talibu vel-matlub. Yəni o, həmin o milçək, onlardan bir şey götürüb getsə, onu ondan geri götürə bilməzlər belə. Heç onu geri götürə bilməzlər. İstəyən də acizdir, istənilən də. Yəni Allahdan savayı şəriklərə fikir ver, bir də milçək yarada bilməz. Milçək nəsə aparsa, heç onu qaytara bilməz. İstəyən də, istənilən də acizdir, deyir. İzə kuntə və ona görə deyir ki, Allahı bunlar layiqincə dəyərləndirmədilər. Mə qaderullahi haqqa qadri. Allahı layiqincə dəyərləndirmədilər. Allahı layiqincə əzəmətini, qüdrətini, cəlalını tanımadılar, bilmədilər. Və onlar bu səbəbdən dolayı Allahı özlərinə qiyas edirlər. Yəni, insana, məxluqata olan qayda qanunları Allaha tətbiq edirlər. Misal olaraq, Allah Subhanahu wa Taala deyir, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, gecənin son üçdə biri Rəbbimiz, yəni göyün, yəni yer qatına, yəni yer səmasına inir, ilk qatına inir və deyir, məndən istəyən varmı, istədiyini verim, dua eləyən varmı, duasını qəbul edim, bağışlama varmı, bağışlayayım. Və nə deyirlər? Deyirlər, onda ərş boş qalır. Və nətər o gecənin son üçdə biri Amerikada başqa vaxtdır, burada başqa. Bu sənə məxluqata xas olan qaydalardır. Sən artıq bənzətdin Allahı məxluqa. Allah Subhanahu wa Taala. Bu qayda qanunlar məxluqata keçərlidir. Allah Subhanahu Taala belə şeylər keçir. Yəni belə şeylərdən Allah münezzəhdir yəni. Ona görə Allahı layiqincə dəyərləndirmədilər. Allah Subhanahu Taala layiqincə dəyərləndirmədikləri üçün bu cür yəni yollara əl atıblar. Bu cür fikirlərə düşüblər. Məxluqata Allahı bənzədiblər. Salamat qalan kimdir? Quran və sünnədə gələni Allahın və Rəsulunun muradı ilə qəbul edəndir. Və bizdə bilirik ki, qaydalar var, isim və sifətləri. Qəbul eləyirik, Quranda və sünnədə gəldiyi kimi, nədir? Keyfiyyət vermirik. İnkar etmirik, keyfiyyət vermirik, bənzətmirik. İzə kuntə
bi ecma'ikum min evvelikum ila ahirikum ve cinnukum ve insukum lev ictema'tum li xalqi. Ona görə bu milçək məsələsidir. Yəni Şeyx Fovzan burada misal çəkir. Deyir, bütün insanlar bir araya gəlsə, keçmişdəkilər, indəkilər, yəni hamısı, cinlər, insan, hamısı gəldi bir qırağa, milçək yarada bilməzlər, deyir. Xüsusən də deyir, onların Allahdan qeyri-ibadət etdikləri o məbudlar belə yarada bilməzlər, deyir. Lən yaxluqu zubabən və ləv ictəmə'u ləh. Yəni, bir yerə gəlsələr də, deyir, bir milçək yarada bilməzlər, deyir Allah subhanahu wa ta'ala. Ona görə baxsan, görərsən ki, yəni, yekə-yekə gəmilər tikirlər. Gəmilərin içində hava limanları, o cür yəni, böyük şeylər inşa edirlər, ixtiralar edirlər. Amma bir dənə milçəyin yarat deyəndə yarada bilməz. Ola bilər milçəyin sürətini yaratsın, ona bənzər bir şey yaratsın, bir aparat yaratsın, yanəsə. Amma ruh üfürə bilməz. O milçəyə ruh vermək, milçək kimi onu etmək, onu edə bilməz. Bənzədə bilər, müəyyən şəkildə bilər. Amma milçəyin özünü yarada bilməz. Və deyir ki, وَيَعْلَمُ السِّرَّ وَأَخْفَى. Allah Teala sirləri bilir və ən gizlin şeylər də olsa, onları da bilir Allah Teala. Və o ərşin üzərində istiva etmişdir. Şeyx Fovzan bunu şərh edərkən buyurur ki, onun istiva etməsi ərşinin üzərinə maniyə deyil ki, sirləri bilsin və həmçinin ən gizlin şeyləri bilməsinə maniyə deyil. Və deyə bilməzsən ki, ərşinə istiva etməsi ilə məxluqatdan uzaqdır. Uzaq, yaxın, bu şeylər məxluqata xasdır. Allah subhanahu ta'ala üçün bir şeylər yoxdur. Bir şeyin uzaq olması, yaxın olması, əvvəldəkilər, sonrakılar, belə bir şey yoxdur Allaha nisbətdə. O bizə nisbətdə var. Bir şey uzaqdadır, bir şey yaxındadır, yox. Yəni, biri deyə bilməz ki, Allah Teala uzaqdadır, haşa eşitmir, görmür, bilmir, yox. Məxluqatından xəbərdardır Allah Teala. Və ondan gizlin heç bir şey ola bilməz. Nə uzaqda olan, nə yaxında olan. Dünya və axirət işləri, istəyir axirətdə olsun, istəyir dünyada olsun. Allahdan gizlin heç bir şey qala bilməz. Ona görə Allah subhanahu wa ta'ala bu dünyanı, bu yaratdığı, bu məxluqatı öz qüdrəti ilə saxlayır. Allah Teala buyurur ki, İnna Allaha yumsikus semawati vel arda en la tazula. Allah Teala göyləri və yeri saxlayır ki, zəval etməsin. Yəni yoxa çıxmasın deyə Allah Teala da saxlayan yerləri və göyləri. Və la in zalata in amsakuha min ahadin min ba'di. Əgər onlar zəval etsələr, yəni yer və göy yoxa çıxmaq istəsə, zəval etmək istəsə, ondan başqa heç kəs onu saxlaya bilməz. Allah Taala'dan başqa heç kəs onu saxlaya bilməz. İnnehu kana haliman gafura. O halimdir, bağışlayandır. Ona görə bu fələkin, bu yəni məxluqatın seyr etməsi, günəşin, ayın bu hesabat üzərində, dəqiq bir hesabat üzərində getməsi nədir? Allahın Subhanahu Taala'nın qüdrətini göstərir. Kimdir bunları nizam edən, nizamlayan, bu şəkildə, doğru düzgün bir şəkildə bu yerləri, göyləri saxlayan Allah Subhanahu wa Ta'ala. Ay, ulduzlar, hamısı tənzimlənib. فَلَوْ تَأَمَّلْتَ فِي هَذَا الْكَوْنِ لَأَدْرَكْتَ عَزَمَةَ اللّٰهِ. Sən bu yaradılış haqqında, bu dünya haqqında düşünsən, Allahın əzəmətini dərk eləyərsən. Fikirləşsən, tədəbbür etsən. Ona görə fikir versən, deyir, insanlar dəqiq bir icad görəndə, nəsə bir yeni bir icad olunmuş bir şey görəndə təəccüblənirlər, dəhşətə gəlirlər ki, bunu necə fikirləşiblər, necə ortaya çıxardıblar və həmin onu icad edən alimlərə nə deyirlər, dəhşətdirlər, yəni görün necə fikirləşiblər. Bunlar adam deyil, bunlar başqa bir şey. Bu cür şeyi fikirləşib ortaya çıxartmaqları ilə. Amma yerlərə, göylərə baxmırsan, ulduzlara baxmırsan, aya baxmırsan, gündüzün gecəni əvəz etməsinə, gecəni gündüzə, bunlara baxmırsan. Kimdir yəni bunları qoruyub saxlayan? Dəqiqliklə hamısı gedir. Burada uyğunsuzluq yoxdur. Bunu qoruyub saxlayan var.
Allah subhanahu wa ta'aladır. وهذه المخلوقات الصغير منها والكبير من الذي يجلب لها الأرزاق. Və həmçinin bu məxluqata baxsan, məxluqatın böyüyü var, kiçiyi var, yaradılanların, düzdür? Bunlara ruzi verən kimdir? Ruziləndirən kimdir hamısını? Allah subhanahu wa ta'aladır. Onun elmi hər bir məkandadır və onun elmindən xali bir məkan yoxdur, deyir. Allah subhanahu wa ta'ala buyurur ki, İnna Allah la yakhfa alayhi şey'un fil ardı və la fis səma. Yerlərdə və göylərdə Allahdan gizlin heç bir şey qala bilməz. Heç bir şey qalmaz. Və ya'lamu ma fil barri vel bahr. Quruda və suda və quruda olanları bilir. Və ma tasqutu min waraqatin illa ya'lamuha. Elə bir vərəq, elə bir yarpaq yoxdur ki, yerə düşsün, onu bilməsin. Və la habbatin fi zulumatil ardı və la ratbin və la yabisin illa fi kitabin mubin. Yəni, elə bir toxum, yerdə, zülmətdə olan toxum və həmçinin yaş olan, quru olan elə bir şey yoxdur ki, açıq-aşkar kitabda olmasın. Yəni, lövh-i məhfuzda olmasın. Və huvəl-ləzi yətəvəffəkum bil-leyl. Və gecə sizi öldürən odur. Gecələr sizi öldürən odur. Yəni, nə? Yuxu. Yuxunu da ölüm adlandırırlar. Və ya'lamu ma cerahtum bin-nahar. Və gündüzlər nələr etdiklərinizi bilən odur. Yəni, o nələr etdiklərinizi gündüzlər də bilir. Summa yab'athukum fi. Sonra onu oradan sizi qaldırır. Yəni, yuxudan sizi oyadır. Yəni, yatdıran da, oyadan da Allah subhanahu wa ta'ala. Bu yuxu neymətini sənə verən, yəni bu yuxunu sənə verən də Allah ta'aladır. Yuxudan səni oyadan da Allah ta'aladır. Və yuxunu ölüm adlandırır. Deyir, yatanın, yatarkən ruhlarını götürür. Ölümünə hökm verilənlərini saxlayar. Digərlərinin isə yəni, ruhlarını qaytarar. Müəyyən bir əcələ qədər. Bunları edən, təbii ki, Allah subhanahu wa ta'aladır. Şək yox. Yəni, təqumunə minən-nəvm. Mənilləzi ənəkum fil-əvvəl. Yəni, yuxudan oyanırsan, yatdıran, öncədən səni yatdıran kimdir, deyir. Və mənilləzi əйqadakum. Sizi yuxudan oyadan kimdir? Və huvəlləzi fələv fəkkərtə fi hədəl-kəvn lədəlləkə hədə alə-əzəmətilləh. Ona görə sən bu kövn, bu yaradılış haqqında, bu şeylər haqqında düşünsən, tədəbbür eləsən, Allahın əzəmətinə, sənə bu şeylər Allahın əzəmətini göstərər. Və həmçinin Rasulullah sallallahu aleyhi və səlləmin hədislərinə fikir versən, sözlərinə fikir versən, bu yaradılış haqqında, bu dünya haqqında, bu kövn haqqında olan hədislərə, keçmişdəkilər haqqında verdiyi xəbərlərə və gələcəkdə nələr olacaq, o barədə Rasulullahın sallallahu aleyhi və səlləm verdiyi xəbərlərə baxsan, görərsən ki, Allah Rasulü sallallahu aleyhi və səlləm bu şeyləri xəbər verir. Müəyyən şeylər var ki, Allah Rasulü deyib, onlar olub. İndi bu günümüzdə görürük. Və elə şeylər var deyib Allah Rasulü, onlar da olacaq. Və keçmişdəkilərin yəni xəbərlərini bizə çatdırıb Rasulullah sallallahu aleyhi və səlləm. Kimdir buna bu elmi verən? Allah Teala'dır deyir. Odur ona vəhy eləyən. Özündən heç nə demir Rasulullah sallallahu aleyhi və səlləm. Və hamısı Allah, yəni bu xəbərlər Allah tərəfindəndir. Ona görə bu dəlildir ki, Allah Rəsulu Allah tərəfindən göndərilmiş Rəsuldur Muhammed sallallahu aleyhi və səlləm və bu Qur'an, əzəmətli Qur'an mümkün deyil ki, Allahdan qeyrisi tərəfindən gəlsin. Quran-ı Kərim şək yoxdur ki, Allah Teala tərəfindən nazil olmuşdur. Allah subhanahu wa ta'ala buyurur ki, قُلْ لَيْنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَى أَنْ يَأْتُوا بِمِثْلِ هَذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْدُهُمْ لِبَعْدٍ ظَهِيرًا. De, əgər bütün insanlar və cinlər bir araya gəlsələr, bu Qur'anın mislində, yəni bu Qur'anın mislində bir şey gətirmək üçün gətirə bilməzlər. Onun mislində bir şey gətirə bilməzlər, Qur'anın mislində. وَلَوْ كَانَ بَعْدُهُمْ لِبَعْدٍ ظَهِيرًا. Bir-birinə kömək eləsələr də belə. Yığışsalar bir yerə ki, Qur'an kimi bir kitab gətirsinlər, mümkün olan bir şey deyil. Və Allah Teala buyurur ki, digər bir ayədə وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنَ وَأُوحِيَ إِلَيَّ
Hədəl Qur'anu liunzirakum bihi və mən bələğ. Onunla həm sizi, həm də onun yetəcəyi hər kəsi xəbərdar edim deyə bu Quran mənə nazil olmuşdur. Və burada dayanaq. Doğrusunu Allah bilir. Və subhanəkəllahum bihamdik. Əşhədü ən la ilahə illə əntə, əstəğfiruke və etûbu ileyk.